funksiyanın əsas dövrünü tapın. Biz bilirik ki, ümumiyyətlə trigonometri funksiyanın əsas dövrünü tapanda y bərabərdir sinus kx plus b şəklində olan funksiyanın dövrünü tapanda t bərabərdir 2 pi bölünsün k-ya. Əgər bu tək dərəcədəndirsə, yox əgər y bərabərdir sinus kvadratı kx plus b. Bu isə cüt dərəcədən olanda t bərabərdir pi bölünsün k. Bunu mən sinus üçün yazdım. Bu kosinus üçün də keçərlidir. Yəni, eyni qaydada da y bərabərdir kosinus kx plus b şəklində olarsa funksiyamız t bərabərdir 2 pi bölünsün k-ya. Eyni qaydada da y bərabərdir sinus yox, kosinus kvadratı kx plus b. Yəni, üstü cüt dərəcə olanda isə dövrümüz belə tapılır. T bərabərdir pi bölünsün k. Qısaca olaraq yadda saxlayırıq. Cüt olanda pi bölü k, tək olanda 2 pi bölü k. İndi burada fikir verin, cüt dərəcədəndir. Cüt dərəcədən olduğuna görə bunun dövrü necə tapılır? T bərabərdir pi bölünsün k-ya. K-nın qiyməti isə fikir verin 2-dir. Yəni pi bölü 2. Yəni cavabımız oldu A variantı.